Salam əzizlərim, bugünkü mövzumuz composite sentence-dir. Yəni mürəkkəb cümlə deməkdir. İngilis dilində cümlənin iki növü vardır. Sadə cümlə, simple sentence, mürəkkəb cümlə isə composite sentence. Mürəkkəb cümlənin də, yəni ki, composite sentence-in də iki növü vardır. Tabesizlik mürəkkəb cümlə, compound sentence və tabeli mürəkkəb cümlə, complex sentence. Kompleks tabelidir, tabesiz də compound sentence-dir. Bunların ikisi bir yerdə composite sentence adlanır. Deməli, baş cümlə main clause, independent clause, principal clause və budaq cümlə subordinate clause, dependent clause. Baş cümlə dedik ki, əsas cümlədir, independent asılı olmayan cümlədir, principal əsas deməkdir də bunlar. Subordinate də budaq cümlədir, dependent asılı deməkdir. Compound sentence, yəni ki, tabesiz mürəkkəb cümlə, compound sentence. Asynthetical və syntetical olur. Asynthetical o deməkdir ki, yəni ki, without a connective conjunction, yəni ki, bağlayıcısız bağlanır compound sentence-də və syntetical isə bağlayıcı ilə bağlanır. It was a dark night, the stars were bright in the sky. Bu cümlədə bağlayıcısızdır, yəni asyntheticaldır. It was a dark night and the stars were bright in the sky. Bu cümlədə and bağlayıcısı vardır, yəni ki, bağlayıcılıqdır. Tabesiz mürəkkəb cümlələrdə baş və budaq cümlə olmur. İki müstəqil cümlənin birləşməsindən yaranır. Baş və budaq cümlə olmur. Demək, iki müstəqil cümlənin birləşməsindən yaranır. Yəni, tabesiz mürəkkəb cümlə nə oldu? Compound sentence. Yəni, I like coffee but Mary likes tea. Görürsünüz, burada vergül var, but-dan əvvəl. Bu compound sentence-də. John went to the party and I went home. Burada da vergül işlədilib. Yəni, burada iki dənə mübtəda xəbər olan birləşmədən yaranıbdır. Tabesiz mürəkkəb cümlələrin tabesizlik bağlayıcıları coordinating conjunctions, coordinating conjunctionlar fen voice adlanır. And, or, and, or, but, for, nor, so, yet, still, otherwise, therefore və s. Correlative conjunctionlar da both and, either or, neither nor, not only but also ilə bağlanır. Deməli, coordinating və correlative bağlayıcılar. Coordinatinglər həm voice'lardır, həm də otherwise, therefore da buna aiddir. Fen voice o deməkdir ki, aşağıda izah edəcəm sizə. Correlative bağlayıcıları da both and, either or, neither nor, not only but also bunlar işlədilir. Fen voice görürsünüz baş hərflərlə yadda saxlayırıq. For, and, nor, but, or, yet, so. Bunlar tabesiz bağlayıcılardır. Yəni ki, bunlar iki dənə cümləni birləşdirən bağlayıcılardır. Mary ran fast, Mary sürətlə qaçır, ancaq o üzərini tuta bilmədi. Copulative, cumulative, additive bağlayıcılara baxaq. Birləşdirmə bağlayıcılardır. And, nor, not only but also, as well as, both and, neither nor. Bunlar da copulative, cumulative, additive. Ancaq coordinating femboylardır. Correlative bağlayıcıları var. Bunlar either or, neither nor, not only but also. Bir də copulative, cumulative, additive bağlayıcıları birləşdirmə bağlayıcılardır. And, nor, not only but also, as well as, both and, neither nor. Deməli, adversative, contrasting, ziddiyyət bağlayıcıları var. Adversative, but, still, yet, whereas, while, nevertheless, however, disjunctive or alternative
or, either, or, otherwise vesaire. Consecutive, consecutive, final, executive coordinations, səbəb və nəticə bağlayıcıları. Bunları əzbər eləmək lazımdır. Səbəb bildirir for, so, hence, thus, therefore, and, etc. Complex sentence-də main principal clause, mərkəzi cümlədə baş cümlə və budaq cümlə subordinate clause və bu cümlənin birləşməsindən yaranır. Burada görürsünüz ki, even though-dur, because-dur, until-dir. Bunların özlərinin bağlayıcıları vardır. Also, because, before, even though, if, since, until, and when, etc. Compound complex sentence mürəkkəb cümlədir və burada when bağlayıcısından batdan istifadə olunur. Types of subordinate clause burada görünür ki, budaq cümlənin növləri vardır. Nominal, noun clause, attributive, relative, adjective clause. Bunlar təyini budaq cümlələrdir. Adverbial-da zərfli budaq cümlələrdir. Və nominal, noun clause-lar özləri də üç yerə bölünür. Subject, subordinate, mübtəda budaq cümləsi, object, subordinate, tamamlıq, predicative, xəbər budaq cümləsidir. Təbii mürəkkəb cümlə tərcüməni ismin funksiyasını icra edir. Baş və budaq cümlə baş cümləyə əsasən aşağıdakı bağlayıcılar ilə bağlanır. That, which, who, whom, whoever, whomever, what, whatever, when, whenever və s. Noun clause-lar bunlar düzəldir də. Whatever dedikdə bunlar adverbial, pregative, objective, subjective. Və burada deyir ki, isimlə yaxud əvəzliklə əvəz edə bilirsə, deməli o isim və cümlədir. Yəni isimlə işlənən cümlələrdə isim üçün tərcümə olunan cümlədir. Subject clause-lara baxaq. Mübtəda budaq cümləsi. Mübtəda budaq cümləsi özü də mürəkkəb cümlənin mübtədası olur. Conjunctionlar bağlayıcıları da mübtəda budaq cümlənin bağlayıcıları that, if, whether. Conjunctive pronounlar who, what, which, whoever, whatever. Conjunctive adverbləri when, why, how, wherever və s. Burada da gördüyümüz kimi that your prediction may come true is highly problematic. Whether to join them or refuse. William gördük. Burada bəzən it formal mübtədəsi ilə başlayan cümlələrdə baş cümlədən sonra da işlənə bilər. Baş cümlə hansıdır? They had passed the interview. That they had passed the interview cümlənin mübtədasıdır. Yəni predicative clause, conjunctionlar that, if, whether, that, if, whether həm də subject clause-da işlənir. Mübtəda budaq cümləsində. Sonra who, what, which, when, why, how. Bunlar da predicative clause-lardır. The problem is whether you want to join us. Whether görürsünüz o xəbərin yanında işlədilir. The truth is that he doesn't get. Bəzən bir cümlə həm mübtəda, həm xəbər budaq cümləsi ola bilər. Bəzən bir cümlədə həm mübtəda, həm də xəbər budaq cümləsi ola bilər. It thinks verb plus cümlə predicative clause-dur. It thinks verb üstə gələk sifət cümlə subjective clause-dur. Sifət, sonra cümlə gələrsə subject. Objective clause tamamlıq budaq cümləsidir. That, if, whether, less, who, what, which, when, where, how-la işlədilir. Objective clause-da what he wants, sən nə istəyirsən? O gətirdi. Nəyi, onun istədiyi nəyi isə gətirdi. Biz sual verdikdə görürük ki, bu tamamlıqdır. Nəyi
sualına cavab verir. Preposition objective clause-da about what, for whom, in what, into what. Görürsünüz, bunlar balacın qabağında söz ünlüylə işləndir. Noun clause as in subject complement. Noun clause-larda deməli, burada gördüyümüz kimi subject mübtəda birləşməsindən yaranır və bunları özünüz baxarsınız. Biz gələk hansı cümlələrə? Adjective clause-a baxaq. Təyin bulaq cümləsi. Təyin bulaq cümləsi limited, defining, restrictive, essential. Və s. Burada da bəzi ifadələr vardır ki, bunlara da baxarsınız. İsim əvəzi bot olmaz. Botdan əvvəl isim əvəzlik işlədilməz. İnsan, who, whom, that işlədilər. Bunlar preposition bölməsində də xatırlanıb. Of with, cansız varlar, of whom, canlı varlar, of whose, iki isim arasında. Boşluqdan əvvəl quantifies olarsa some, none, both, rəqəm. Burada bəzi ifadələr də işlədim. Adverbial clause, zərflik budaq cümləsi, zaman budaq cümləsi, yer budaq cümləsi, güzəşt, səbəb, nəticə, məqsəd, tərz, müqayisə, condition, şərt. Deməli, adverbial clause of time, vaxt, zaman budaq cümləsi, as long as, since, by the time, before, when, whenever, after, as soon as, while, once, until, till, as, the moment, no sooner than, harder, scarce, when işlədilir. Burada da zaman ifadə edir. Adverbial clause of place, yer budaq cümləsidir. Yer budaq cümləsində də iki dənə mübtəda xəbəri cümlədə tapırıq. Sonra yeri, yəni ki, burada budaq cümləni tapırıq. Başqa budaq cümlə iki dənə mürəkkəb cümləni tapdıqdan sonra onun zərflərini veririk. Veya, veya, any veya, every veya yeri bildirir. Sual verdikdə də biz bunu tapa bilərik. The hotel, otel, harda ki biz günümüzü keçmişik də bildik. Yəni hansı otel, harda ki otel, burada iş var. Keçdiyimiz bal ayıdır da. Deməli, digərindən baxaq. Congestion, ziddiyyət, güzəşt. Bunların da zərfləri bunlardır. As, through, through, also, even though, even if, however, whatever, no matter how, much as kimi işlədilir. Adverbial clause of reason, səbəb bildirir. Because, since, as, seeing, that, now that və s. Adverbial clause of result. So adjective zət olur, so adverb zət olur. So adjective noun sonra zət olur. Nəticə budaq cümlələrində. So noun zət plural olur. Such an adjective plus noun zət işlədilir. Adverbial clause of purpose məqsəd budaq cümləsidir. Məqsəddə də so that, in case, lest-dən istifadə olunur. Və s. Bunlara da özünüz baxarsınız. Deməli, since, zaman və ya səbəb ifadə edə bilər. While, zaman ziddiyyət bildirir. As, zaman, səbəb, tərz, müqayisə bildirir. Və bu qədər.